Deməli, xanımlar, mən bugün sizlərə VIPLAY proqramından necə istifadə etmək lazımdır, onun haqqında məlumat verəcəm. İlk öncə biz bu proqramı Play Marketdən yükləməliyik. Daha sonra yüklədikdən sonra proqramı necə açırıq? Baxın, burada görürsünüz profil var. Profildir, kataloq, səbət, məhsullar. Bunların hər biri haqqında ayrı-ayrılıqda sizə məlumat verəcəm. Deməli, qeydiyyatdan keçən zaman hər birinizə satış agenti kodu verilir və parolunuz verilir və siz ilk öncə nə edirsiniz? Baxın, burada profil yazılıb. Bu yazının üzərinə vurursunuz. Daha sonra deyir daxil ol. Daxil olursunuz kabinetinizə. İndi mən burada öz kodumu, parolumu yazıb daxil olacağım. Deməli, xanımlar, yazırsınız satış agenti kodunuzu və parolunuzu. Parolun dəqiqliyini yoxlamaq üçün burada göz işarəsi var. Bunun üzərinə vurub parolunuzun dəqiqliyini yoxlaya bilərsiniz. Daha sonra daxil olursunuz. Baxın, burada daxil ol yazısı var. Onun üzərinə vurursunuz. Mən artıq öz kabinetimdəyəm. Deməli, məhsullara necə baxırıq buradan? Baxın, burada mən qeyd eləmişdim, kataloq var. İstəsəniz kataloqa baxa bilərsiniz. Kataloqumuz, artıq 13 saylı kataloqumuz qüvvədədir. Sayta yerləşdirilib. Baxın, burada gözəl hədiyyəmiz var. 75 bal hədiyyəsi 3 addımı bitirən xanımlar götürür həmin hədiyyəni. Baxın, belə aksiyalarımız var kataloqumuzda. Hər birini siz səhifəni vərəqlədikcə görə bilərsiniz. Şərtlər də qeyd olunur hər birində. Daha sonra məhsullar. Daxil oluruq məhsullar bölməsinə. Və burada siz istədiyiniz məhsullara, kateqoriyalara daxil olaraq ətirlər olsun, gözəllik və sağlamlıqda, yəni bədənə qulluq vasitələrdir, saça qulluq, ələ qulluq, yəni bütün məhsullar var. Makyaj bölümünə daxil ola bilərsiniz. Daha sonra dəb bölümünə daxil olduqda burada siz dəb və tərs və bəzək əşyaları daxil olub bəzək əşyalarına baxa bilərsiniz. Çox möhtəşəm bəzək əşyalarımız var. Daha sonra burada siz deməli, bəylərimiz üçün məhsullarımız var və uşaqlar üçün deməli, uşaqlar üçün çox gözəl məhsullarımız var. Yəni bir sözlə siz bütün bölmələrə ayrı-ayrılıqda daxil olub istədiyiniz məhsullara baxa bilərsiniz. Gözəllik və sağlamlığa daxil olduqda baxın nə qədər bölmələr açılır. Yəni burada saç üçün, bədən üçün, dişlər və ağız boşluğu üçün, diş pastaları, ağız yaxalayıcılar, diş fırçaları, yəni hər yazıya daxil olduqda yenə də məhsullar açılır. İstədiyiniz məhsullara ayrı-ayrılıqda daxil olub rahat şəkildə baxa bilərsiniz. Və burada mən istəyirəm ki, məhsul vuram, sifarişi necə yerləşdiririk. Deməli, səbətə məhsullar əlavə eləyəcəm. Deməli, səbətə əlavə et. Daha sonra bir ədəd də qab tozu əlavə eləyək. Bir ədəd də bundan əlavə edirəm. Və burada biz nə edirik? Məhsulların sayını istəsək artıra bilərik. Baxın, üstə qələyə vurduqda məhsulun sayını artır, minusa vurduqda məhsulun sayı azalır. Baxın, mən üstə qələyə vurdum, oldu 2 dənə. Və yaxud da çıxağı vurursunuz, bir dənə, yeni bir dənə olur. Və mən bundan, bu məhsuldan 4 dənə eləyəcəm. Deməli, xanımlar, biz burada istəsək, baxın, birbaşa səbəti boşalda bilərik. Yəni, ola bilər ki, məhsullar xoşunuza gəlməsin və yaxud da yəni, qiymətinə baxmaq üçün səbətinizə yığmışdınız. Səbəti birbaşa boşalda da bilərsiniz və yaxud da məhsulun, əgər vaxtınız yoxdursa, minusu vurub sayını azaltmağa, bu 4 dənə pastanı bir dəfəmə də buradan silə bilərsiniz. Bu sil işarəsinə vurduqda 4 təmizləyici toz birbaşa səbətdən silinir. Və yaxud da indi mən nə eləyəcəm? Deməli, mən bu sifarişi yerləşdirmək istəyirəm. Baxın, burada 21 manat 48 qəpik elədim. Sifariş et. Şirkətimizin üstünlüyü odur ki, istədiyiniz məbləğdə məhsul sifariş verə bilərsiniz. Bir məhsul belə sifariş versəz 23% endirimdə gəlir sizə. Deməli, sifariş et yazısına vururam. Mən bu sifarişi əgər mərkəzi ofisə vuracamsa, yəni şirkətimiz təbii ki, Bakıda yerləşir. Bakıda olan filialına vurulacaqsa mərkəzi ofisi seçirəm. Rayonda olan ofislərə vurulacaqsa çatdırılma nöqtəsini. Yox, əgər
avtovağzala və yaxud da ev ofislərinə vurulacaqsa ünvanı çatdırılmanı seçirim. Mən bugün sizlərə çatdırılma nöqtəsini seçib onun izahını verəcəm. Yaşayış məntəqəsi. Yaşayış məntəqəsinin istədiyiniz, yəni hansı rayonda yaşayırsınızsa, həmin rayonu seçirsiniz. Yəni istədiyiniz yerə vura bilərsiniz. Daha sonra burada mən deməli seçəcəm Ağstafanı. Baxın, rayonun üzərinə vurursunuz, yazın. Seçdim Ağstafanı. Daha sonra burada deyir ki, ünvanı seç. Ünvana vurduqda burada nəyə diqqət edirsiniz? 2 ofis varsa rayonda, hansı ofis sizə yaxındırsa, hansı ofisə vuracaqsınızsa məhsulunuzu, həmin ofisi seçirsiniz. Mən bu ofisə vuracağam. Sifarişləri. Deməli, burada deyir təsdiqlə və geri qayıt. Bundan sonra nə başlayır? Bizim ödənişimiz. Biz artıq burada, deməli, davam edirsiniz, ödəniş üsulunu seçirsiniz. Aşağıda görürsünüz, ödəniş üsulu yazdım. Ödəniş üsulu. Deməli, burada nə edirsiniz? Siz yeni qeydiyyatçısınız, hələ ki, heç bir bonusunuz yoxdur. Yəni, ola bilər kəşfikdən də yararlanmış olarsınız. 5 manatınız olar bonusunuzda. Deməli, nə edirsiniz? Burada balans hesabı ki var. Yəni, ola bilər yüksək faizdə də ola bilərsiniz. Bonus hesabınızdan artıq istifadə edə bilərsiniz. Amma burada nə edirsiniz? Yeni qeydiyyatçısınız, hələ ki, ilk sifarişinizdə balans hesabı var. Bu balans hesabı artırmaq lazımdır. Və yaxud da, yəni belə edə bilərsiniz və yaxud da burada pay rifi seçirsiniz. Pay rifi. Pay rifin üzərinə vurduqda balans hesab yenə milyondan artırılır. Milyon proqramını yüklüyorsunuz. Play Marketdən rahat şəkildə. Əgər kartınız varsa oradan balansınıza pul götürə bilərsiniz. Nəyə görə bunu izah edirəm? Çünki bəzən xanımların bonusunda da pul olur. Yəni deyir ki, mən həm bonusdan istifadə etmək istəyirəm, həm də balansımı artırmaq istəyirəm. Bu zaman siz balansınıza əgər 22 manat 66 qəpik, indi mənim burada bonusumda hesabımda pul var, ondan vuracağım sifarişi. 22 manat 66 qəpikdir, 5 manat da kəşfikdən yararlanmısınız və balans hesabınızı biz sizi başa salırıq, öyrədirik, milyondan artırırsınız. Yox, əgər ümumiyyətlə hesabınızda pul yoxdursa, pay rifə vurursunuz. Deyir sifarişi təsdiqlə. Baxın, görürsünüz, sifarişi təsdiqlə. Mən bu nümunə üçün çəkirəm. Təbii ki, mən öz bonusumdan ödəyəcəm bu pulu. Burada sifarişi təsdiqlərin üzərinə vurduqda baxın, belə kart məlumatları açılır. Bura kartınızın 16 rəqəmli kodunu, bura bitmə tarixini, burada 3 rəqəmli kod olur hər bir kartda. CVV kodu, onu əlavə edirsiniz və ödəniş et. Ödəniş etin üzərinə vurduqda ödəniş etin üzərinə vurduqda sizin nömrənizə kod gələcək. O kodu yazıb sifarişi təsdiqləyirsiniz. Artıq sizin sifarişləriniz hazırdır. Deməli, xanımlar, mən bu sifarişi, yəni izah elədim əvvəldə necə eləmək lazımdır. Mən bunu vuracağım, öz hesabımdan ödəyəcəm. Ödəniş üsulu, bonusu seçirəm və təsdiqləyirəm. Artıq sifarişi təsdiqlədikdə